Azərbaycanın qüdrəti, Azərbaycanlıların həmrəyliyi hər zaman bizi zirvələrə daşıdı. Bu həmrəylikdə bir hissə olmaq üçün Mesenat Xeyriyyə Cəmiyyəti illərdir xoşməramlı missiyası ilə yola çıxıb. İllərin fəaliyyətində minlərlə dərman, kommunal, sosial və digər qayğılı məsələlərdə ehtiyaclı ailələrə gözəl insanlarımızdan toplanılan iyanələrlə dəstək olublar. Bugün isə bu ənənələr davam etməkdədir. Bu yüzüne kapı açılmasın. Qırğın qiyamətlərdən sonra bugünkü aksiyamız başladı. Mesenatçılar Tahir və Dilarə yollandılar ən böyük hipermarketlərdən birinə ərzaq alış-verişinə. Biz mesenatçılarda ərzaq alış-verişi dedikcə təkcə torbaları doldurmaq deyil. Elə bir qaydada bazarlıqdır ki, həqiqətən ailənin tam-tamına ehtiyacını ödəmiş olsun. Hər zaman ərzaqların sırasında bizə yardımcı olan Roscoe'nun kalbasaları da mütləq yer alır. Çünki ən dadlısı və ən keyfiyyətlisi məsələ odur. Bu illər ərzində mütəmadi bazarlıqlarla təkmilləşmiş mesenatçılar artıq ailələrə fərdilikdə nə lazım olduğunu dəqiq bilirlər. Deyəsən Dilarə xanım oynamaq həvəsinə düşür. Bildiğin acıdık da hazırda. Gör ne varsan. Yersen. Yersen. Kırdığı tatlıdır. Yemi bir her bir sefer. Hal-hazırda Dilarə xanım mənim tutacağım telefonum. Adətən bizim istənilən yardım aksiyalı videolarımız məhz bu cür əyləncəli və şən keçir. Çünki biz mesenatçılar olaraq bunu edə bilməyimizlə fəxr edirik. Mütəmadi WhatsApp qrupları üzərindən bizə iyanələrdə dəstək olan bütün mesenatçılara, könüllülərə və iyanə sevərlərə öz təşəkkürümüzü bildiririk. Artıq Dilarə xanım yemədən bəyəndiyi qutabları aldıqdan sonra kassada alış-verişi tamamlamaq mərhələsi başladı. Bu arada alış-veriş etdiyimiz rahat hipermarketin xidməti, çeşidi və insanlarla davranışı həqiqətən nümunəvi idi. Yardımlaşmaq, həmrəy olmaq elə bir hissdir ki, hər səfərində sənin qəlbində bir alov püskürür. Elə bir alovdur ki, qəlbləri isidə biləcək alov. Bu yolda